12 ölkənin vətəndaşına Amerika Birləşmiş Ştatlarına səyahət qadağan edilib. Bu barədə ABŞ prezidenti Donald Trump fərman imzalayıb. Qərarın əsas səbəbi kimi milli təhlükəsizlik riski göstərilib. Qanun 9 iyundan qüvvəyə minəcək. Qadağa Əfqanistan, Myanma, Çad, Kongo, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşlarına şamil edilib. Onlar üçün Birləşmiş Ştatlara giriş tamamilə dayandırılacaq. Eyni zamanda Burundi, Kuba, Laos, Sierra Leone, Togo, Türkmənistan və Venezuela vətəndaşlarına da müəyyən vizalarda məhdudiyyətlər tətbiq olunacaq. Onlar yalnız iş, təhsil və müvəqqəti səfərlər üçün ölkəyə giriş icazəsi ala biləcəklər. Qanunda bəzi istisnalar da nəzərdə tutulub. Belə ki, qərar Birləşmiş Ştatlarda daimi yaşayış icazəsi və 2 qat vətəndaşlıq statusu olanlara, həmçinin diplomatlar, idmançılar, xüsusi miqrasiya vizası sahiblərinə şamil edilməyəcək. Trump'un bu addımı viza müddəti bitdikdən sonra ölkədə qalan Misir vətəndaşının törətdiyi son terror hücumu ilə əlaqələndirilib. Ağ Ev bu tədbirin terror təhlükəsinin qarşısını almaq məqsədi daşıdığını bildirib. Afrika İttifaqı isə qərarı kəskin tənqid edib. Bu addımın ticarət, təhsil və diplomatik əlaqələrə mənfi təsir göstərəcəyini açıqlayıb. Çad və Kongo isə qərarla bağlı rəsmi Vaşinqtondan izahat tələb edib. Ruqiyyə Nəcəfli, Humay Cəfərova, Mira TV.